Bugün biz toy dırnaqları eləyirik. Əvvəl lepka, ptirka, qaş, mirvari. Bunlardan hamısından istifadə edib dizayn eləmək istədim. Sonra fikirləşdim ki, yox, sadə və şık olsun dırnaqlar. Ustamın səhifəsi bu videonun altında qoyuram sizə. Bugün biz toy dırnaqları eləyirik. Əvvəl lepka, ptirka, qaş, mirvari. Bunlardan hamısından istifadə edib dizayn eləmək istədim. Sonra fikirləşdim ki, yox, sadə və şık olsun dırnaqlar. Ustamın səhifəsi bu videonun altında qoyuram sizin üçün. Həcə Aslanova yaxınlı yaşayanların nəzərinə çox gözəl dırnaqlar eləyir. Uzunluğu saxladım və kvadrat elədim. Belə bir kamuflaj kifayətdir və gözəl klasik French. Seçimim toy üçün budur. Sizcə necədir? Çəkməyinə hər şeyi çəkirəm qızlar. Sadəcə montaj eləməyə vaxtım yoxdur. Bu vlog isə ümumiyyətlə çox uzun bir vlog olacaq. Mənə elə gəlir ki, bir 45 dəqiqə 100% olacaq. İndi bilmirəm. Çünki hər içində olan məhsulu mən bir göstərmişəm. Burada da 30 dənə korobka var. Ona görə bunu montaj eləməyə çox uzun çəkəcək. Hələ ki vaxt yoxdur. Bunu montaj eləməyə sadəcə sizə göstərirəm. Vəziyyət budur. Deməli qızlar, gəlmişəm mən uje makiyaja. Çox gözəl bir salona. Ceyran xanımın yanına. İndi göstərəcəm kabineti. Hal-hazırda yoxdur burada. Amma paltarım da burada. Belə. Bizdə burada qızlar iş gedir. Reels kimi paylaşacağım paltarını bir yerdə. Biraz səbirli olun. Ceyran xanımın səhifəsi də burada qoyuram. Keçidib baxa bilərsiniz. Eminəm makiyajlara. Baxın, belə bir şey olunur bizdən. Sarı rənglərdən istifadə edərək bir maraqlı makiyaj istəyirəm. İkinci upakovka da уже bitirirəm. Son zamanlarda Trendyoldan alıram bunu. Gördüm ki, hal-hazırda indirimdədir. Ümumiyyətlə, Marudarımın səhifəsi burada sizin üçün qoyuram. Məhsulları çox sevirəm. Bu isə üzü elə qışın pürüşsüzülür. O qədər xoşuma gəlir bu maska. Tətbiq edirsiniz, bir 15 dəqiqə gözləyirsiniz, sonra yuyursunuz. Hamar kimi olur. Bunu çox sizə məsləhət görürəm. Marudarımın linki də qoyuram burada qızlar.